Deməli, ABC'de kvadrat verilib və burada gördüyümüz kimi kvadratda verilib ki, BY paraleldir CF'ə. Verilib AY 6'dır, BF 4 olarsa kvadratın sahəsini nə etməliyik? Tapmalıyıq. Başlayaq həllinə. Deməli, gördüyümüz kimi BY CF'ə paraleldirsə, paralellik şərtinə görə bir tərəfli bucaqların zəmini neçə dərəcədir? 180 dərəcə. Onda almış oluruq YBF bucağı da neçə dərəcədir? 90 dərəcə. Və gördüyümüz kimi, burada qeyd edeyim, bir də Y bucağı da, F bucağı da şəkildə qeyd olunub 90 dərəcədir. Mən burada YAB bucağına bir alfa desəm, deməli, onda bura qalacaq 90 çıxılsın nədir? Alfa. Bura bütöv 90 olduğuna göre kvadratın bucaqları düz bucaq olduğuna göre yenə də YBC bucağına alfa qalır. Eyni qayda ilə də CBF bucağına da nə qalır? 90 çıxılsın alfa qalır. Və 90-90 çıx alfa, onda FCB bucağına da qalır alfa. Deməli, bu tərəfə bir A desəm kvadratın tərəfinə, gördüyümüz kimi bucaq tərəf bucaq əlamətinə görə bir üç bucağın bir tərəfi ona bitişik iki bucağı bərabərsə, bu üç bucaqlar nədir? Bərabər. Beləcə almış oluruq ki, BY bərabərdir BF, o da bərabərdir nəyə? 4'ə. 4'ə bərabərdir və Pifagor teoremin tətbiq eləsi, onda almış oluruq A kvadratı bərabərdir. 6'nın kvadratı üstəl 4'ün kvadratı, bu da bizə verir 52, o da bərabərdir. Həm də kvadratın nəyi verir bizə? Sahəsini. Kvadratın sahəsi onun bir tərəfinin nəyinə bərabərdir? Kvadratına.